Tanınmış güləşçilərimizlə Qarabağa və Şərqi Zəngəzura birgə səfərimiz başladı. Təəssüratları bərabər öyrənək. Getdik. Allaha həmd olsun. Biz xoşbəxt insanlardan biriyik ki, gəlib buranı görmüş. Hansı ki, buranın həsrətində olanlar vardı ki, o görmədən dünyadan köçdülər. Allaha həmd olsun, biz yəni gəldik buranı gördük. Əlbəttə keçirdiyimiz hisslər möhtəşəmdir. Bu bizə Pənahəli xanın yadigarıdır bu qala və bu qalaya uzun illər sonra yenidən geri dönmək və bu hissləri yaşamaq, doğma Qarabağımızda özümüzü hiss etmək möhtəşəm bir hissdir və yeri gəlmişkən deyim ki, başda Ali Baş Komandan olmaqla tüm ordumuza biz minnətdarıq ki, bizi belə bir şad gündə, belə bir möhtəşəm gündə yaşamağı bizə nəsib ediblər və əlbəttə ki, bu bizim üçün böyük uğurdur və qələbəmizdir. Biz bu qələbəmizdə idman nailiyyətlərimizlə davam etdiririk və sübut edirik ki, Azərbaycan doğrudan da qüdrətli dövlətdir. Çox mən fərqli hisslər, fərqli duyğular yaşayıram. Birinci dəfədir Qarabağda, işğaldan azad olmuş torpaqlarımızda. Bugün həm də mənim dəyərli dostum, qardaşım Şəhid Məmmədəli İbrahiminin anım günüdür. Bizim Qarabağ səfərimiz bu günə təsadüf elədi. Məmmədəlinin ruhu şad olsun, şəhidlərimizin hamısının ruhu şad olsun. Əgər biz bugün bura gələ biliriksə, həmvətənlərimiz qayıda bilirsə öz yaşayış, öz torpaqlarına, bu şəhidlərin qanı bahasınadır. Bu fürsətlə bir daha onları yad edirik.